başa saldım ki Senden olmadan önce kimi diyeyim? Hadi yaxşı dilimi saxla. Az dilimi saxla da. Ha yemək problem deyil. Mən yemək davası eləmirəm. Sən məni şikayət eləmirsən. Dayan. Trump eləmirsən məni. Dayan. Ay kız dilimi saxla da. Yo hara saxlayır ya? Bir saat olsa eyni adamdır. Ha bu bilirəm mən nədir. Bundan bir de yolu var ki. Ne yollar olur olsun. Uşağı alma. Bunu da dalına bir tepe vurma git sanatçı yanına. Sakit, sakit. Pişir, düşür, koy ərimin qabağına, yesin, səhər işe gidecek. Gedir, şöyle sen de uşağa nəzarət elə. Yemeği zat pişir yine, ay Ayşan. Danışma. Gördün ki kişi danışır, əsəbidir. Kişinin yanında gerek kadın danışmasın. Sen danışma, sus. Axırda o özü sakitləşəcək. Sen danışdıkça, da odun üstüne yağ tökürsən. Qıtavaq qaytarma. O deyir, sen de hə, yaxşı ürəyim, yaxşı həyatım, yaxşı, baş üstə. Get gel yemeği pişir, koy kabağına, yesin, desin, gülsün. Aç karnı kişi şire döner de. Ha? Kişinin karnını doyduğur, sonra söz verir. Ama yetim işten gelip atsız, senin problemlerinle oynuyor. Ha, deli olmayıpsa o şükür elə. Bak kişi xeylağı geldi, ümumiyyətlə kişi xeylağı evden kaçırdan arvadın dırdırıdır. Dır. Olmaz. Düzdür. Geldi içeri, get gir kunuya, yemeğini koy kabağına. Yesin, içsin, gülsün, dansın, sonra ne sözüm var değil. Bir tane veriliş bugün yok idi, bugün gelmişim ha. 6'ya kalmış yer çıkmışım eve. Olmaz olmaz. Ona işlemiş geldim. Kişiyle eləmək olmaz. Evde kişinin yeri ayrı olmalıdır. Kadının yeri ayrı olmalıdır. Ben demirəm kadın kölədir. Yok estağfurullah. Ama kadının yeri kadın olmalı. Kadın susmalıdır. Neye göre deyirəm susmalıdır? Çünkü həyatının xoşbəxt olmağını istəyirsənsə, ailənin uzun sürməyini istəyirsənsə, ərinin heç yere getməyini istəmirsənsə, susmalısan. Susmayacaksan, o da diyecek bir sənə nə var? Belə cəhənnəmə. Belə də qalanda kişiyə nə çox qəhət qadın. Ama kadın ayrıldısa kadına min söz deyirlər. Ama kişi ayrılanda diyeceği şey olmaz. Bir gidip birini de alacak, arva da edecek yüzüne. Vay olan sen olacaksan körpeyle elinde. Ha dilini kusuyla da. Ben yorulmuşam. Buna her gün demeyden ki dilini kusuyla. Az danış. Ne kadar az danışacaksan o kadar ailen uzun olacak. Sana kişi sözleyen de patron kimi cevap qaytarma. Bu bir. İkincisi demişim ona ki ay Ayşe bu mən Allah'ın dusu. Mən TikTok nədir mən canlı nədir mən yeri gələndə eləmərəm. Yeri gələndə uşağım da yox, bir şeyim de yox. Tək adamam. Düzdür, kızım böyükdür, mənə qarışacağı yox. Yəni onunla belə mənim başımı daşımağa vaxtım yoxdur.